Ramin müəllim, namaza başlayıb sonra tərk etmək qorxusu ilə namaza ümumiyyətlə başlamayanlar barədə nə deyərsiniz, nə nəsihət? Nəsihət elərəm Allahdan qorxmaq, Allaha təvəkkül edib başlamaq. Və bilmək ki, bu şeytanın bir vəsvəsəsidir. Siz artıq indi namaz qılmırsınız. Onsuz da bu niyə bənzərdir? Belə palçığın yanında oturmusunuz. Deyirsiniz ki, niyə çıxım palçıqdan? Bəlkə yenə də düşərəm palçığa. Hələ oturub palçığın içində də. Bu ona bənzərdir. Sən çıx əvvəl, təmiz havanı gör, təmizlən. Sən sonra heç vaxt palçığa qaytarmaq istəmərsən. Sən intihası çıxmamısan, bilmirsən bu nədir. Çünki namaz səni qoruyacaq. Onu bilmək lazımdır ki, sən artıq böyük günahdan içəri fikirləşmir ki, mən çıxıb təzədən namazı açsam daha böyük günahdır. Yoxsa artıq maksimum böyük günahındadır. Lap tutaq ki, sən sabah çıxsan sonra namazı açsan, heç olmasa deyək ki, bir il, bir ay namaz qılmısan. Nəsə yığmısan xeyir əməlləri. Təmizləmirsən, çünki bir ay çox təmiz gezmirsən. Ona görə sən hər bir halda çıx oradan. Çıx bu zalətdən. Rəbbini tanı. Allah Subhanahu taala səni yaradıb. Sən də deyirsən ki, birdən mən sabah Allaha şükür eləsəm, namaz qıl, sonra qılmırsan, çıx artıq şükür elə. Çünki namaz qılmaq şükürdür. Sən çıx Allah Rəbbini tanı, şükür elə və inşallah namaz elə sən nəinki namazı tərk eləməyə qoymaz, başqa pis əməlləri eləməyə qoymaz səni. Çünki Allah Subhanahu va Taala Quran-ı Kərimdə buyurur: "İnna salatan anil fahşai vel munkar." Həqiqətən namaz pis işlərdən insanı qoruyur. Yaramaz, fahiş işlərdən insanı qoruyur. Və şək yoxdur ki, ən pis əməllərdən namaz tərk eləməkdir. Ona görə tövsiyəm odur ki, bu şeytan vəsvəsəsidir. Sən onu tərk elə və başla namazı qılma, Allaha təvəkkül elə. İnşallah qayıtmarsan bu günaha və başqa da pis əməllərdən özün görəcəksən necə səni düzəldəcək namaz Allahın izni ilə. Yəni günahı daha çoxdur ki, ümumiyyətlə qılmamaqda. Yəni nəinki başlayıb tərk etmək. Əlbəttə ki, ona görə məsələn adi alimlərin sözlərini sizə qeyd edeyim. Məsələn, alimlər ixtilaf edir. Bilirsiniz ki, namaz tərk etmək böyük günahdır. Hətta bəziləri deyirlər ki, küfrə apara bilər. O adam kafir ola bilər. Kafirdir. Namaz qılmırsa. Lakin onlar danışanda namaz qılmayanlardan deyirlər, o namaz qılmayan ki, ümumiyyətlə qılmır. Lakin hərdən qılıb o kafir deyil. Yəni onlara görə də bu alimlərə görə. Onu göstərir ki, hərdən qılmaq sözsüz ki, daha yaxşıdır, niyə ki, tam qılmamaq. Amma qılmaq həmişə lazımdır, həmişə tərk etmək olmaz, aydındır. Amma bu iki dənə pislikləri bir-birini müqayisə eləsə, deyərik ki, bu daha xeyirlidir, şək yoxdur. Aydındır?